Muaviyəni Vəhhabilər çox əzəmətli bir padişah kimi bizə tanıtdırırlar və İslam padişahı. Lakin biz onların kitablarında, xüsusilə İbn Əbi Şeybənin və həmçinin Tirmizinin kitablarına müraciət edəndə görürük ki, Muaviyənin padişahlığı və ümumiyyətlə Bəni Uməyyənin padişahlığı ən pis padişahlıq kimi bizə tanıtdırılıb. Məsələn, Sünən-i Tirmizidə 4-cü cilddə səhifə 503-də 2226-cı hədisdə bu məsələyə toxunur. Deyir ki, bəziləri güman edirlər ki, Bəni Uməyyədə xilafət var. Yəni onların da hakimiyyəti xilafətdir, Peyğəmbərin xəlifəsidirlər. Və bu rəvayəti nəql edən şəxs deyir ki, yalan danışırlar. Bənu Zərqa, yəni Bəni Uməyyə yalan danışır. Onlar padişahdılar və ən pis padişahdılar. Və birinci padişah elə Muaviyənin özüdür. Deməli, Bəni Uməyyə padişahları ən pis padişah olublar.